Deniz küləklə oynadı, vəhşi fələklə oynadı. Yaşıl çəməndə dalğalar, budak çiçəklə oynadı. Deniz o mavi gözlü kız, şaştı tufanla oynadı. Ürəklə canla oynadı. Ürəyim səni istədi, qara gözlərin xətrinə sarı gülləri ömrümün günlərinə düzdüm. Tufanla oynama, sen de tufanla oynama. Dəniz o mavi gözlü qız çaşdı, tufanla oynadı. Ərköyün qız, mələyim, ilahəm oldu. Qərib durnalara qoşulub getdi. Bulvar, sahil kənarı, ürəyim bir azad quş. Limana doğru gedirəm. Deniz gibi coşma gülüm, ay gülüm. Coşup içinden kaynama, coşup içinden kaynama. Çok değil bizim ömrün illeri. Salam əziz tamaşaçılar, liman bugün sizi xatirələrin ən həzin, ən işıqlı sahilinə aparır. Elə bir sahilə ki, orada hər nəğmə bir duyğu, hər səs bir ömür parçasıdır. Bugünün qonağı səsi ilə zamanın sərhədlərini aşan, illər keçsə də unudulmayan mahnılara həyat verən bir sənətkardır. Onun Karvanla tanıdıq, Sarı Güllərlə sevdik. Bu nəğmələr sadəcə mahnı olmadı, bir dövrün ruhuna çevrildi, xatirələrimizdə iz qoydu. Səhnədəki duruşu, zövqü və dərin ifası ilə könüllərdə öz yerini qoruyan İlqar Xəyal bugün limanın qonağıdır. Seslerim sende tufanla oynama, sende tufanla oynama. Deniz gibi coşma gülüm, ay gülüm. Coşup Xoş gəldiniz İlqar bəy bizim limanımıza. Xoş gördük. Təşəkkür edirik, Dəvət dəvətimizi etdiniz. qəbul elədiniz. Bizim sevincimizin, qələbəmizin, kədərimizin şahidi olan, uşaqlığımızın ilk məhəbbəti olan, hamımızın sevdiyi Xəzər dənizinin qoynuna məni dəvət etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun, siz də bizim qəbul elədiniz, təklifimizi gəldiniz. Buyurun, indi keçək masa arxasına və suallarımıza başlayaq. Hazırsınız? Böyük Buyurun. məmnuniyyətlə, buyurun. coşup içinden kaynama. Çok değil bizim ömrün illeri. İlqar bəy, tamaşaçı yaddaşında qalmaq çətindir. Amma sizin mahnılarınız bugünə qədər öz sambalından, çəkisindən necə əvvəllər olub, elə də qalıb. Bunu necə bacarmısınız? Yəni, sizcə bunun səbəbi nədir? İcazə verin, sizin bu verdiyiniz sualın bir balaca istiqamətini dəyişim. Biz indi elə bir zamanda yaşayırıq ki, tamaşaçı yaddaşında qalmaq bir o qədər də çətin deyil. Yəni, bunun üçün sosial şəbəkələr yəni, öz işini görür. Uzun ömür yaşayan mahnılar mütləq mənada mən düşünürəm ki, savadlı və ixtisasçı musiqiçi olan insanlar tərəfindən yazılmalıdır, ərsəyə gəlməlidir. Estrada musiqisinin kiçik bir janrın nümayəndəsi olaraq və bu, necə deyərlər, yazılmamış qanunları, bu yazılmamış qaydaları bilərək hər zaman çalışmışam ki, mahnısı və harmoniyası, belə deyək də, düzgün olan, bu havası, avazı düzgün olan bəstəkarlarla çalışım. Hər bir hekayənin başlanğıc nöqtəsi var və sizin də həyat hekayəniz, xüsusilə musiqiyə gəlişiniz haqqında eşitmək istərdik. İlk addımlar nə zaman başladı? Mən gözümü açıb evimizdə Azərbaycanımızın çox tanınmış sənətkarlarını görmüşəm. Onlar bizə qonaq gəlirdilər, çay içməyə gəlirdilər, sadəcə olaraq bayramlaşmağa gəlirdilər, söhbət eləməyə gəlirdilər. Və mən də bunları görə-görə, yəni bu sənətə, necə deyərlər, böyük bir məhəbbətim var idi uşaqlıqdan. Məndə ritmika hissi çox yüksək idi. O zaman yadımdadır ki, nənəmin qazanlarını götürüb bir-birinə vururdum belə. Əlimə 2 dənə qaşıq alırdım və qazanları çevirib onların üstündə başlayırdım nəsə ifa eləməyə. Bu məhəbbət də məni 6 nömrəli musiqi məktəbinə gətirib çıxartdı. Mən o zaman
tar alətini seçdim. Yəni artıq tar musiqi alətində ifa etməyə başladım. Nəsə evimizdə balaca bir tarımız var idi. Mən o Simli alətlər üzrə sizdə Grand Prix mükafatına Bəli, mən deməli 3 bildim. Grand Prix mükafatı Bəli, qazanmışam. Zaman-zaman, yəni beynəlxalq müsabiqələrdə iştirak eləyərək və elə oldu ki, məni beynəlxalq müsabiqələrdə iştirak etmək üçün hazırladılar. Simfonik orkestrlə Azərbaycan bəstəkarlarının müxtəlif əsərlərini ifa eləyirdim və beləliklə də bunlar məni gətirib beynəlxalq müsabiqələrə gətirdi, çıxartdı. Sonra biraz yaşa dolduqdan sonra, yəni orta məktəbi bitirdikdən sonra mən düşündüm ki, tarda hansısa yenilikləri etmək lazımdır. Sözsüz ki, tar alətinə müdaxilə etmək mənim həddim deyil. Mən sadəcə olaraq deməli bizim əsərlərimizi pop və rock janrında tarda ifa etməyə başladım və yadımdadır Karvan qrupunun heyətində mən o zaman dəri paltarda, belə deyək də, yəni tara heç də uyğun olmayan bir imicdə. Mənim yadımdadır ki, Bağça Kürd əsərini ifa etmişdim rock janrında və indiyə qədər o kadrlar qalır, yəni var sosial şəbəkələrdə və bu günləri Azərbaycan tar ifaçıları bizə göstərirlər ki, yəni tar musiqi alətində dünyanın hansı əsərini istəsən ifa etmək olar. Onlar artıq bu gün həm pop, həm rock, həm caz, yəni ki, musiqilərini tar alətində ifa edirlər. İlk səhnə həyəcanı, o anı necə xatırlayırsınız? İlklər heç vaxt unudulmur. İlk qazancınızı da bilmək istəyərdim. Təsəvvür edin ki, Bakı payızı müsabiqəsi, orada heç bir həyəcan filan yox. Yəni beynəlxalq müsabiqələr, heç bir həyəcan filan yox. Amma durduq, gəldik, deməli, Bakı payızından sonra mən birinci dərəcəli diplomant deməli, səviyyəsinə qalxdım və şəxsən öz diplomumu böyük bəstəkarımız Tofiq Quliyevin şəxsən öz əlindən aldım. Səhnədə o kadrlar var və ondan sonra bizim qala konsertimiz oldu. Qala konsertdə məni deməli, Karvan vokal instrumental ansambli müşahidə edirdi. Mən orada Qərib Durnalar mahnısı ifa etməli idim. Qərib Durnalar mahnısı da vokal etibar nöqteyi nəzərdən çox çətin bir mahnı idi. Qarşımda Heydər Əliyev adına konsert salonunun 2000-ə yaxın, yəni tamaşaçısı var idi. Bilmədim nədən oldu bu. Yəni mən artıq səhnəyə alışmış bir gənc idim, səhnəyə alışmış bir insan idim. Yəni tutdum əlim bu səhnə. Bir anlıq duruxdum və bir andan sonra yəni özümə gəldim və bu ilk mənim belə deyək də səhnə həyəcanım idi. Və ikinci sualınıza gəlincə isə mən sizə deyim ki, mənim ilk qazancım musiqidən olmayıb. Mən bildiyiniz kimi həm musiqi ilə, həm də ki, Texniki Universitetinin tələbəsi idim. Niyə? Onun da səbəbləri var. Birincisi, özümü təsdiq etmək üçün, yəni mən universitetə daxil oldum, birinci. İkincisi, anamın təkidi ilə, yəni ki, mən musiqiçi olmayım atam kimi. Yəni, anamın istəyi ilə ki, mən hansısa digər, belə deyək də, bir sənət sahibi olum, ya həkim mi olum, ya mühəndis mi olum, amma musiqiçi olmayım. Müəssisələrin birində elektromexanik işləyirdim. 250 manata yaxın filan belə məvacib alırdım. Və evdə o zaman məni dəstəkləyən, o qazanlarda ifa eləyəndə hamını sakitləşdirən və mənə dəstək olan nənəm dünyasını dəyişmişdi. Mən ilk məvacibimi, ilk qazancımı nənəmin məzar daşının götürülməsinə xərcləmişəm. İlqar bəy, verilişimizin rubrikaları çoxdur. Birinci rubrikamız Lövbər bəsəndir. İstərdim burada sizinlə belə bir söhbətimizi maraqlı etmək üçün belə bir sualla sizə müraciət edeyim. İlqar Xəyal seçici bir insandır. Yəni, sizin repertuarınıza baxanda mahnı seçimində çox tələbkar olduğunuz diqqətimi çəkdi. Bəlkə elə bu səbəbdən onların sayı azdır, elədir? Xanım, bu həqiqətən belədir. İstər əşya olsun, istər aksesuar olsun, istər geyim olsun, istər dost olsun, insan olsun, fərd olsun. Bütün bu amillərdə mən həqiqətən bir seçici bir insanam. Sözsüz ki, mən istərdim ki, mənim mahnılarım bu günləri
ifa olunub, sabah yaddan çıxmasın və hər zaman da yəni ki, yaddaşlarda qalsın, ifa olunsun, digər sənətçilərimiz, musiqiçilərimiz repertuarında olsun. Və ona görə də həqiqətən mən müraciət etdiyim mahnıların, musiqilərin sayı bir o qədər də çox deyil. Yəni bunu boynuma almalıyam. Axtarışlar davam eləyir. Yəni çalışmalar, öz üzərimdə çalışmalar davam eləyir. Hal-hazırda mənim gözəl mahnılara çox böyük ehtiyacım var. Çox böyük ehtiyacım var. İlqar bəy, səyahətləri çox sevirsiniz. Çox olmusunuz səyahətlərdə. Bəli. Ən yadda qalan səyahətiniz hansı olub? Bizim həyatımızı bəzəyən məhz səyahətlərdir. Taleyim elə gətirib ki, mən həm səyahət, həm deməli konsertlərlə, yəni müxtəlif dünya ölkələrində deməli olmaq məcburiyyətində, yaxşı mənada olmaq məcburiyyətində olmuşam. Avropa ölkələrində olan səyahətlərimiz, sözsüz ki, Skandinaviya ölkələrinə olan səyahətlərimiz, bu yaxın ətrafımızda olan sərhəd qardaş dövlətlərə olan səyahətlərimiz, istər Rusiya olsun, istər Gürcüstan olsun, belə deyək, istər Belarusiya olsun, istər Türkmənistan olsun, yəni ki, bu kimi ölkələrdə verdiyimiz konsertlər, yəni ki, heç zaman unudulmayacaq, mənə elə gəlir ki. İnşallah bundan sonraki günlərdə də səyahətləriniz bol olsun. İnşallah, amin. Sarı Güllər. Bu mahnının yaranması haqqında istərdim biraz danışaq sizinlə. Bu sizin yaradıcılığınızda zirvə mahnılardan biri olub. Birinci klipiniz də bu olub. Bu haqda danışaq. Mənim sözün açığı bu mahnıdan ümumiyyətlə heç xoşum gəlməyib heç bir zaman. Mən onu hesab eləməzdim ki, mənim zirvə mahnımdır, amma məni zirvəyə qaldıran mahnıdır. Yəni çox qəribədir, hə? Böyük bir diapazon göstərməyə ehtiyac olmayan bir mahnıdır. Nədənsə bu dərhal, yəni ifa olunan kimi gənclərin yaddaşında qalan mahnılardan biri oldu. Və Azərbaycanın ilk rəsmi klipidir Sarı Güllər. O zaman Azərbaycan televiziyasının o perspektiv və dinamik rejissorlarından biri olan Sevinç xanım Kərimova, Karvan qrupunun baş direktoru, yəni bu klipi çəkdi və o zaman bütün dünyada hələ yeni dünya ulduzlarının timsalında, ifasında daha doğrusu yeni kliplər ərsəyə gəlirdi və Azərbaycanın da ilk rəsmi kliplərindən biri oldu Sarı Güllər mahnısı. Yəni orada dünyada əlvan rəylər, gülər ağlar, sevinər, hər gülü öz rəngində yada salar sevənlər. Yəni burada görürsünüz bir söhbət eləmək. Amma mənim repertuarımda bundan çətin mahnılar olub. Estrada və muğam. Çağdaş musiqi dünyasında milli elementlər çox dəyər verilir, düzdür. Bunu yəni hər kəs biz bilirik. İllər öncə bu yeniliyi siz etdiniz. Necə bilirsiniz? Sizi bu sevdirdi? Bilirsiniz, mən deməzdim sevdirdi. Bu nəinki sevdirdi, bu hətta bir ənənəyə çevrildi. Və bu günləri artıq bizim tar ifaçılarımız, mən deyərdim ki, siz yəqin onların repertuarına fikir verirsiniz ki, bizim muğam deməli musiqilərinin, milli musiqilərimizin ifası ilə bərabər öz repertuarlarına dünya bəstəkarlarının da yəni əsərlərini daxil, aydın məsələdir. Bizim repertuarımızda hər zaman Monti Çardaş əsərini ifa etmişik, belə deyək, Çaykovskinin Rokoko variasiyalarını tarda ifa etmişik. Nə bilim, yəni Rus bəstəkarlarının, Avropa bəstəkarlarının əsərlərini zaman-zaman biz tarda, amma bunlar klassik ifalar olub. Amma bu günləri bizim tar ifaçılarımız daha çox caz, Ella Fitzgerald'dan, Steve Wonder'dan, belə deyək də, nə bilim, hətta Michael Jackson'ın da əsərlərini tarda ifa etməyə çalışır. İtalyan əsərləri ifa olunur, bəli, İtalyan pop sənətçilərinin mahnıları tar üçün interpretasiya olunur, tar üçün deməli yazılır və bu musiqilər də çox böyük müvəffəqiyyətlə ifa olunur. Sizə təklif olunan, amma imtina etdiyiniz mahnınız olub? Çox, bəli. Mənə bax, bugün də əgər mənim telefonumu götürsəz, görərsiniz ki, mənə gündə
10-20-yə yaxın mahnılar atılır. Məsəl üçün, Allah rəhmət eləsin, İlham Abdullayev mənə dəfələrlə musiqilər təklif edib, çox müzakirələr etmişik bu musiqilərin ətrafında. Aytən İsmixanovanın, çox sevdiyim Məryəm xanım Əlibəyli, necə deyərlər, sonra Mikayıl Vəkilovun mahnıları, yəni bunlar hamısı təhsilli, savadlı musiqiçilərdir. Natiq Qəzənfəroğlunun, yəni mən artıq bir neçə mahnısının öz repertuarıma daxil etmişəm. Mələyim mahnısı, bax, misal üçün, Məryəm Əlibəyli, Natiq Qəzənfəroğlunun tandemindən yaranan bir gözəl bir mahnıdır. Yəni ki, imtina etdiyim bəstəkar, ümumiyyətlə musiqisi yox ha, imtina etdiyim bəstəkar bir fərd olaraq, yəni onu ümumiyyətlə özümdən uzaqlaşdırdığım hallar çox olub. Macəra, rahatlıq və etibarlı yol yoldaşı. Venta, dalğalara açılan yelkən, lüks və xidmət məmnuniyyəti. Bizimlə səyahətə hazırsızmı? Göyərtəmizdə indi İlqar bəy, yelkənli sualların vaxtıdır. Deməli, suallarımız qısa olacaq, cavablar da qısa olacaq. Hazırsınız? Böyük məmnuniyyət. Başlayaq onda. İlk sualım belədir, yaradıcılıq sizin üçün azadlıqdır, yoxsa məsuliyyət? Məsuliyyət. Səhnədə və həyatda, İlqar Xəyal arasında fərq varmı? Yox. Mən həmişə olduğum kimi olmuşam, həm istər səhnədə, istər həyatda. Yoxdur. Tamaşaçı sevgisi sizin üçün nə deməkdir? Mənim yaşam tərzimdir. Mənim həyatımın ən əsas komponentlərindən biridir. Onsuz yaşamaq qeyri-mümkündür. Ən çox sevilən mahnınız hansıdır və sizin üçün xüsusi anlamı varmı? Mən hansısa mahnının çox sevildiyini israr eləyə bilmərəm. Çünki istər qara gözlər olsun, istər sarı güllər olsun, istər mələyim olsun, istər ərköyün qızı olsun. Mən hansısa bir mahnımı ən çox sevdiyim mahnı deyə bilmərəm. Bax, bugünkü mahnının misal üçün bir yeri var. Sən də tufanla oynama, dəniz kimi coşma gülüm, ay gülüm, coşub içindən qaynama, çox deyil bizim ömrün illəri. Hərlə həyata keçməyən arzunuz varmı? Mən hər şeydən məmnunam. Yəni, bir Azərbaycanlı olduğuma görə, bu ölkədə doğulduğuma görə, necə deyərlər, anamın, atamın övladı olduğuma görə, Tanrının mənə verdiyi, necə deyərlər, övladlara görə, aldığım təhsilə görə, aldığım nəfəsə görə, ümumiyyətlə, mən Tanrıma minnətdaram. Həyata keçməyən arzularım, yəqin ki, hələ də istədiyim qədər səyahətlərdə dünya ölkələrini görməməyimdir. Növbəti sualımız, bir gün İlqar Xəyal səhnəni tərk etsə, nə ilə məşğul olar? Mən düşünürəm ki, bunun bir o qədər qorxusu olmaz. Çünki İlqar Xəyalın Texniki Universitetdə aldığı ali təhsili var. Yəni, İlqar Xəyal elmin, texnikanın digər sahələrində də çalışmağı bacarar. Həyat bir limandırsa, siz indi dayanacaqdasınız, yoxsa yolda? Düşünürəm ki, hələ mənzilin başına çatmamışıq, hələ ki yoldayıq, yəni yolumuz davam eləyir. Axtarışlarımız, yaradıcılığımız, fəaliyyətimiz hələ ki davam eləyir. Qorxular insanı nədənsə saxlayır, yoxsa istiqamət verir? Saxladığı anlar da olur. Qorxuların insanın qarşısına sədd çəkdiyi anlar da olur. Amma biz çalışırıq ki, onu dəf eləyək. Dəf eləyək, özümüzü daha güclü edək və onunla mübarizə eləyək və yolumuza davam eləyək. Və bizim bir təşəkkürümüz var Venta Yaxtaya. Bu cür gözəl şəraiti yaratdığına görə Venta Yaxtanın rəhbərliyinə təşəkkürümüzü bildiririk. Bir qədər öz bəstələrinizdən danışmaq istərdim. Bunlardan daha çox hansını bəyənirsiniz? Mən öz bəstələrimi özümün bəyənməyim üçün yazmamışam. Daxili aləmimin nəticəsində olan, deməli,
bəstələrdim. Rafiq Babayev dünyasını dəyişəndən sonra, yəni mən bu hadisəni biləndən sonra xatirə mahnısı yarandı və o mahnını sonra özüm də ifa elədim Kərvan qrupunun müşayiəti ilə və illər keçəndən sonra Azərbaycanın Səsi müsabiqəsində İlkin Dövlətovun ifasında həmin mahnı ifa olundu. Ailədə sənət yolunuzu davam elətdirən var? Var, deməli, mənim 3 oğlum var. Allah saxlasın. Mənim bir oğlum iqtisadiyyatçıdır, kiçik oğlum idmançıdır. Hal-hazırda deməli, İdman Universitetində təhsil alır. Dünya miqyasında tanıtmaq istəyən, təmsil etmək istəyən bir Azərbaycan gəncidir. Amma buna baxmayaraq, o artıq müxtəlif, belə deyək, Avropa çempionatlarında, bizim milli turnirlərimizdə iştirak eləyib, yəni Azərbaycan çempionu, Avropa çempionu titullarına qalxmış bir gəncdir. Ortancıl oğlum Bülbül adına musiqi məktəbini bitirdi. Sonra bizim Dövlət Konservatoriyamıza daxil oldu. İndi hal-hazırda deməli, magistraturanı bitirəndən sonra deməli, doktoranturada təhsil alır və Azərbaycanımızın mənim yolumu davam edən estrada ifaçılarından biridir və Azərbaycanın Səsi müsabiqəsinin iştirakçısıdır və ciddi konsertlərə hazırlaşır, yəni ki, və ciddi də təhsil alır. Verilişimizin növbəti rubrikasıdır. Sual qutusuna yaxınlaşırıq və qonağımız Azər Qərib idi. Baxaq görək nə sual ünvanlayıb. Zəhmət olmasa. Azər Qərib çox sevdiyim biridir və Azər Qərib dünyanı görüb. Görək onun sualı nədir? Baxaq. Hansı ölkəyə səyahət etmək istərdiniz və nəyə görə? Mənim dünya ölkələrində yaşayan, fəaliyyət göstərən dostlarım çoxdur və onlar çox qəribə bir tendensiyası var. Deyib, biz hardasa dünyanın hansı, yer kürəsinin hansı nöqtəsində yaşayırıqsa yaşasaq, biz istirahətimizi nədənsə həmişə Türkiyədə eləyirik. Məsəl üçün, İtaliyada Venetsiya gözəldir, Fransada, belə deyək, Parijdə, yəni abu-hava çox gözəldir, yəni dünya ölkələrindən olan insanlarla təmas, ünsiyyət çox gözəldir. Türkiyənin əyalət şəhərlərini gəzmək mənim üçün həqiqətən artıq çox maraqlıdır. Onların bugünə qədər qoruyub saxladıqları milli geyimlər, milli aksesuarlar, o yaşlı kişilərin əllərində olan o təsbihmi, başlarında olan o kepka aksesuarları və s. mənim üçün çox maraqlıdır. Eyni zamanda müxtəlif məscidlərdən gələn azan səsləridir. Yəni ki, onu çox sevirəm. İndi siz də növbəti verilişimizin qonağına bir sual ünvanlayacaqsınız. Rəhmət olmasın. Bugün limanda məhz səsi ilə ürəklərə yol tapan, duyğuların tərcümanı olan bir sənətkarla həmsöhbət olduq. İllərin sınağından çıxan ən uğurlu mahnılarından, sənətdən danışdıq və bu da həqiqətdir ki, belə gözəl mahnıların ifaçısını hardasan, kaş ki olaydın deyib axtarmayacağıq. O musiqimizin ilqar xəyalıdır. Limanı isə yeni hekayələr gözləyir. Gələn görüşlərə dək.